verilişimizə. İllərlə çalışırıq ki, gələcəkdə pensiya da ala bilək, amma bəzən insan pensiya yaşına çata bilmədən dünyadan köçür. Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ildə dünyasını dəyişənlərin 41,8%-nin yaşı 65-dən az olub. Bu dövrdə ölən kişilərin yarıdan çoxu, yəni 50,4%-i yaşa görə pensiya yaşına, yəni 65 yaşına çatmayıblar. Maraqlıdır, bu halda pensiya kapitalının aqibəti necə olur? Həmin puldan istifadə hansı hallarda mümkündür? İşin peşəkarından istərdim bu sualları soruşaq. Hazırda canlı bağlantıda Milli Məclisin üzvü Aydın Hüseynov bizi gözləyir. Salamlayıram sizi Aydın bəy. Salam, salam. Aydın bəy, pensiya kapitalının aqibəti necə olur? Az öncə qeyd etdiyim hallar baş verdiyi halda. Yəni, həmin puldan istifadə hansı hallarda mümkün olur? Məlumdur ki, vətəndaşlarımızın pensiya təminatı dövlətin əsas sosial siyasətinin əsasındadır və bu sahədə getdikcə qanunvericilik daha da möhkəmləşir, təkmilləşir və bir daha qeyd edirəm ki, hər bir atılan addım vətəndaşın marağının ifadəsinə hesablanıbdır. Və bayaq da siz qeyd etdiniz, dünyasını dəyişən insanların sonraki pensiyası kimə çatmalıdır, hansı şəkildə olmalıdır? Əlbəttə, bu da qanunla tənzimlənir və məlumdur ki, ailə başçısını itirən şəxsə hansı pensiya çatacaq? Deməli, ailə başçısı əgər pensiya yaşında olub, deməli, dünyasını dəyişərsə, onun birbaşa pensiyası həyat yoldaşına və eyni zamanda deməli, onun ailə və ailə üzvlərinə. Bu ailə üzvləri də yaşı 18-ə qədər olanlardır. Əgər ailə üzvlərinin evlatlar və ya da bu ailə üzvünə daxil olunan şəxsin 23 yaşına qədərdirsə, tələbədirsə və gündüz təhsil alırsa, həmin o deməli, ailə üzvünə o pensiyalar çatır. Məlumdur ki, indi əmək pensiyasının minimum həddi 320 manatdır. Əgər deyək ki, öz dünyasını dəyişir, onun pensiyası həyat yoldaşına çatmalıdır. Bayaq dedik, əgər həyat yoldaşı 320 manatdan çox pensiya alarsa, o 320 manat yox, o deməli, yuxarı hədlə olan, məbləğ olan pensiyanı alır. Yəni, seçim onun özünüdür. Pensiyalar isə məbləğ isə ailə üzvləri arasında bölüşdürülür. Yəni, necə bölüşdürülür? Buna da bir qədər aydınlıq gətirək. Aydın bəy. Bir rəqəm götürək. Deməli, tutaq ki, dünyasını dəyişən bir kəs 500 manat pensiya alırdısa, ailə üzvləri də, yəni o ailə üzvləri hansı ki, yaşı bayaq dedik 18-dir, əgər 18-dən yuxarıdırsa tələbədir, 23 yaşa qədər gündüz oxuyur və yaxud da deməli o ikinci və yaxud da birinci qrup əlildir. Əgər o ailə üzvlərində ümumi bu kateqoriyaya daxil olunanların da sayı 5-dirsə və alınan pensiya isə 500 manat idi. Yəni bu 500 manat bu ailə üzvləri arasında bölünür. Yəni hər birinə 100 manat çatır. Yəni ailə üzvləri arasında bölünür. Ailə üzvləri arasında bölünür. Ancaq məsələ budur ki, bu pensiya bir nəfərə aid olunur. Tutaq ki, anaya və yaxud da ana rəhmədə gedir. Yəni anaya aid olunur. Bu ana isə bunların arasında əgər istəsələr rəsmi tərzdə bu bölgü gedə bilər. Yəni hər birinə nə qədər düşürsə, onlar tutaq ki, öz kartlarını aça bilərlər. O kartlara o 100 manat daxil ola bilər. Yəni bizdə əsas ailə üzvlərinə bölünmür, onda belə çıxır, həyat yoldaşına verilir. Həyat yoldaşının razılığı olduğu təqdirdə bölünür, sizin qeyd etdiyiniz kimi. Digər ailə üzvlərinə də rəsmi formada bölünə bilər, deyirsiniz. Bölünə bilər. Aha. Bəs yaxşı, ölməmişdən öncə deyək, həmin şəxs başqa bir müavinət alırsa, ya yaşa görə, ya da əlilliyə görə, onda bəs vəziyyət necə olur, Aydın bəy? Deməli, yenə burada belədir. Deməli, bu ailə 80% həcmində bu pensiyanı ala bilər. Yenə deyirəm ki, əgər ailənin, tutaq ki, ailə başçısını itilib, digər həyat yoldaşının pensiyası
ondan aşağıdırsa bu yuxarı həddə ala bilər. Seçim onun özündür. Ancaq digər kateqoriyalı pensiyalar var. Tutaq ki, dövlət qulluqçudur, hərbi qulluqçu olub, tutaq ki, Daxili İşlər Nazirliyi sistemində işləyib, polis sistemində işləyib. Bu sahədən əgər pensiyaya çıxıbsa, əlbəttə bu sahədə çalışan insanların pensiyaları yüksəlir. Onda isə deməli bu həmin pensiyanın 80%-ni ala bilər. Təşəkkür edirəm sizə Aydın bəy məlumatınız üçün. Canlı bağlantıda Milli Məclisin üzvü Aydın Hüseynova idi. Hansı məsələdən bir qədər danışdıq ki, bəzən düzdür biz istəyirik ki, pensiya kapitalımız toplansın, pensiya yaşına çatana qədər, ancaq bəzi hallarda elə olur ki, həyatını itirənlər olur. Bu zaman həmin o pensiya kapitalından kimlər və necə istifadə eləyə bilər? Bunu bir qədər danışmağa çalışdıq Aydın bəylə. Son bir xəbərimiz də var, onu diqqətinizə